Salam əziz dostlar. Ömür danışır verilişinə xoş gəlmisiniz. Bu veriliş var, çox gəliş verilişdir. Hər cəsi gəldistir, hər şeydə vacid. Bu kino ki var, bu çox qəliz məsələdir. Həm gəlizdir, həm də ki vacib. Mən bugün sizlə müəllimlərimi tanış edəcəm. Səidə müəllimə. Necəsən Ömür? Yaxşı. Eşitdim ki, bugün söhbət edəcəyik. Eləyək. Mənə suallar verəcəm. Səidə müəllimə, mən suallarıma başladım. Ki şimdi? Sosial işçi bəzən müəllimədir, bəzən həkimdir, bəzən dayədir. Sosial işçi harda problem varsa, o problemi həll edən şəxsdir. Sizin problemlərinizi həll eləməyə çalışır. Səidə müəllim, mənim problemim yoxdur. Nə gözəl Ömür. Onda gəl problemi olanların problemlərini həll eləyək. Eləmi? Elə. Mən yazmağı öyrənəcəm, o da məktəbdə. Hə, öyrənəcəksən. Orada da müəllimələrin olacaq, sənə kömək eləyəcəklər dərs oxumaqda. Bəlkə sosial şey olum. Səidə müəllimə, sən işdə ən çox nəyə xoş deyirsən? Mən ən çox uşaqların sevinməsini, xoşbəxt olmasını, onların uğur qazanmasını xoşlayıram. Məsələn, sən məktəbə gedəcəksən, onda mən sevinəcəm. Sən məktəbdə 5 alanda, onda daha çox sevinəcəm. Səidə müəllimə, mən bu əlimlə yazıram, yoxsa bu əlimlə? Hansınla yazırsan? Sağ əlin hansıdır, bilirsən? Hansıdır? Bu sənin sol əlindir. Bəs sağ əlin hansıdır? Bu. Yazı yaz baxım. Görüm hansı əlinlə yazırsan? Ay, sağ ol. Bax, sağ əlinlə yazırsan. Deməli, həm də sol əlinlə yaza bilirsən, elə? Malades, nə gözəl. Biz çox vaxt sağ əlimizlə yazırıq, amma bəzi insanlar var ki, sol əli ilə də yaza bilir. Düzdür, Ömür hər iki əli ilə yazır, amma əslində bu beyin yarımkürələri ilə əlaqədardır və sol əllə yazmaq da, yəni yetərincə normal bir şeydir. Eşitdiniz valideynlər. Bizi vacib eləməyin sağ əlinlə yazmaq. Tamam. Bir tane çizgi böyle. Tamam. Hətta balaca bədən var. Aha, var. Sən burada olanda ona kim baxır? Mən işə gələndə balaca bəbə nənəsinin, babasının yanında olur. Biz bəzən uşaqlarımızın yanında ola bilmirik, amma bu zaman onları etibar etdiyimiz, güvəndiyimiz nənələrini əmanət eləyə bilərik. Elə? Sən də həmişə Kəmalə nənə ilə vaxt keçirirsən, hə? Sevirsən onunla vaxt keçirməyi? Bəlkə onu bağçaya qoyasan onu. Aha, birazdan onu bağçaya qoyacam. Amma hələ ki bağçaya getmir, o nənəsinin yanındadır. Mən daxı onun valideyniyəm, valideynlərin görünməz qanadları olur. Onlar yanında olmasa belə uşaqları həmişə qoruyub, qanadları altında saxlayırlar. Səidə müəllimə, çox təşəkkür edirəm. Çox gözəl söhbət apardıq. Mən də səninlə danışdığım üçün çox sevinirəm Ömür. Öpürəm. Səni çox öpürəm. Öpə bilərəm? Dur get uşaqların yanına. Getdim o zaman. Sağ ol. Yürümür səni. Sağ ol. Getmirəm, yiyəcəm səni. Sən get o biri müəllim gəlsin də. Yaxşı, onda getdim. Zeynəb müəllimə. Mənə gəlir ki, onun ən gözəl, yaraşıqlı yeri yaddan çıxdı. Saçları. Saçları bəyənirsən. Mən də xoşlayıram. Dostlar, tanışalım. Bu bizim hüquqşünasımız Zeynəb müəllimədir. Xoş gördük Ömür. Təşəkkür edirəm məni dəvət elədiyin üçün. Salam. Salam. Necəsən? Yaxşı. Bugün mənə sualların olacaq. Başlaya bilərsən. Zeynəb, bugün biz söhbət bağlamırıq da. Bağlamırıq. Bugün müzakirə eləyəcəyik. Burada hüquqla danışılır. Bəli, burada hüquqlardan danışılır. Uşaqlar neyir burada? Uşaqlar orada deməli burada uşaqların heç bir şeyinə görə fərqlənmədiyindən, onların cinsinə, irqinə, dilinə, dininə görə
fərqlənmədiyindən və ayrı seçkilikdən müdafiə olunmağından danışılır. Mənim hüququm nədir? Sənin bir çox hüququn var, Ömür. Sənin və sənin timsalındakı bütün uşaqların. Hər birinizin təhlükəsiz mühitdə yaşamaq, təhsil almaq, təmiz yemək, su içmək və eyni zamanda incidilməmək, təhqir olunmamaq hüquqlarınız var. Mən kimi gündə bilər. Səni biz olduğumuz müddətcə heç kəs incidə bilməz. Kimsə də incidərsə, biz də bunun qarşısını alarıq. Bütün uşaqlar da belədir. Biz çalışırıq ki, bütün uşaqlarda belə olsun, bəli. Bir də sıram olacaq. Aha, buyur. Sən mən yox ofisə buraxmırsan. Çünki Ömür, bizim evimiz çox böyükdür. Və bu evimizdə uşaqlar üçün, onlara xidmət etmək üçün ayrılan yetərincə otaqlar var. Hansı ki, oyun otaqlarımız, dərs otaqlarımız, psixoloq otaqlarımız, yataq otaqlarımız, yemək otağımız və başqa otaqlarımız. Amma ofis otağı əməkdaşlar və orada işləyən digər işçilər üçündür. Və orada sizin daxil olmamanız gərəkən sənədləri var. Onları qorumaq üçün biz o otağa səni və digər uşaqları buraxa bilmirik. Yaxşı? Söhbət bağlandı. Əla. Siz nənə ilə məhkəmə getmiş. Allah uşaqları buraxırlar. Bəli, ehtiyac olanda ora uşaqları dəvət edirlər. Amma biz çox istəyərik ki, uşaqlar məhkəməyə getməsinlər. Çünki uşaqlar üçün ən yaxşısı onların özlərini rahat hiss etdikləri, təhlükəsiz hiss etdikləri yerlərdə onların dindirilməsi, onlara ünvanlanan sualların cavablanmasıdır. Orada ağlayırlar. Çalışırıq ki, bu hallar yaşanmasın, amma bəli, onlar tanımadıkları insanlar tərəfindən suallar veriləndə onlara ağlaya bilirlər. Ola sən səsdən sıxalayın. Sığallamaq istəyirsən? Olar. Sevirəm də bunu. Mən də səni sevirəm. Məsələn. Təşəkkür edirəm. Çox sağ ol Ömür, məni dəvət etdiyin üçün verilişinə. Labrana nə vaxt gedirik? Labrana sabah gedirik. Mən niyə kişi sanatoriyasına göndərdirsən? Sən kişi zırhlı. Çünki kişilər kişi sanatoriyasına gedər. Ömür, kişi sanatoriyası dediyimiz vətənə xidmət göstərilən əsgərlikdir. Yaxşı? Bəli. Orada adamı çırpışdırmırlar. Yox, orada adamı çırpışdırmırlar. Orada vətənimizə xidmət edirlər. Bəs mən ona niyə göndərmirlər? Sən inşallah böyüyəndə universitet oxuyacaqsan, ondan sonra gedəcəksən sən də xidmət göstərməyə. Qışlar, qızlar, necələr qışlara, bə, necələr qışlara. Ömür, bu nə suallardı verirsən mənə? Hə? Bəs biz belə danışmışdıq. Niyə belə suallar verdin? Sənin Nabramda Muravə ilə gəzdirməyəcəm. Gəzdirməyəcəm, mələkgil aparacam. Sən mənə belə suallar niyə verdin? Çünki Zəhra müəllimə öyrədib, mən oxumuşam. Zəhra müəllimə öyrədib, yaxşı. Onu da gəzdirməyəcəm Muravə ilə. Sevirəm, öpürəm, o bir müəllim gələcək. Gedim onda? Bəli. Yaxşı. Çox sağ ol. Ağzını bağla. Bağla. Gördün, oynandın. Salam, Zeynəb müəllimə. Salam Ömür, necəsən? Yaxşı, mənə dedilər ki, sən bugün çoxlu suallar verəcəksən. Mən də hazırlaşdım. Yazdım, pozdum, gəldim. Hamısını gizlətmişəm beynimdə. Zeynəb müəllimə, aç ürəyini. Nə gözləyirsən, nə çıxsın içindən ürəyimin? Sən çoxlu suallar ver mənə. Mən də ürəyimdə hər şeyi açım töküm belə. Hə? Bugün də mən danışım, hə? İşində nə var? İşimdə nə var? Hər şey yaxşılıqdır. Oyunlar oynayırıq, söhbətlər edirik. Maraqlı keçir günüm. Mənə bir sual maraqlıdır. Hansı sualdır? Sənin saçın niyə qıvırcıq deyil? Deməli, mən bura işə gələndə dedilər ki, burada 2 dənə Zeynəb var. Biri mənəm, biri də digər Zeynəb müəllimə, hüquqşünas olan. Dedilər, bu nətər olur ki, ikimizin də adı Zeynəbdir, ikimizin də eyni yaşı var. Biz sizi necə ayıraq? Mənim də o vaxt saçlarım buruq idi belə, qıvırcıq. Dedi ki, necə ayıraq? Sən get saçlarını düzləşdir. Mən də getdim, qıvırcıq saçlarımı elədim, düppədüz gəldim. Ondan sonra bizi necə ayırırlar? Birimizə deyirlər qıvırcıq Zeynəb müəllimə, birimizə də düz saçlı. Düzdür? Amma buna baxmayaraq, həm qıvırcıq, həm də düz saçlı olmaq hamıya çox gözəl yaraşır. Bilmirəm, bir dənə dəftərim var. Görmüsən? Harda? Bu deyil də mənim əsl dəftərimi görmüsən? Yekə. Yox, göstərərəm sənə. Orada nə var? Bax,
Ömür, bax siz burada çoxlu uşaqlarsınız, düzdür? Bax, amma mənim bir damcı yaddaşım var. Mən bir dənə dəftərim var orada. Sən də mənə göstərərsən, mən də sənə, hə? Hə, bax orada uşaqlar haqqında bütün onların məlumatlarını, sonra onların nəyə ehtiyacı Kemal olduqlarını. nənə şəkli var orada. Yoxdur. Bütün uşaqların şəkilləri var amma. Mən onlardan soruşuram ki, nəyə ehtiyacları var, nə istəyirlər, sonra o dəftərə yazıram. Sonra amma ağlımda tuta bilmədiyim üçün yazıram ora, sonra baxıram ki, məsələn, Ömüş məndən konfet istəmişdi, gedib ona verirəm. Nə bilim, deyək ki, Mələk məndən oyuncaq istəmişdi, gedib ona verirəm. Kimin nəyə ehtiyacı varsa, hamısını yazıram dəftərə ki, beynimdə qalsın. Sonra da onları eləyirəm. Amma o dəftərim olmasa, hər şey uçub gedər beynimdən. Hara? Uzaq yerlərdə. Dəftər yaz ömrə şokolad belə var. Zeynəb, uşaqlar səndən niyə danışmağı xoşlayır? Əslində uşaqlar digərlərindən gələn bütün sevgini hiss eləyirlər Ömür. Ay, qıvırcıq eləyəcəm, birazdan düz eləyəcəm. Başa düşdüm. Onda sən böyük partlayış eləmiş olacaqsan. Sağ ol əziz. Nənə qurban. Müəllimlərlə söhbətin gedir. İndi İloş nənən gələcək. İloş nənə bizdə kimdir? Həkim. Ay sağ ol. Amma indi mən bura dəftər qoya bilmərəm də. Düzdür, İnuş nə görsün? İnuş nənən də gələcək, Gülnuş nənən də gələcək. Hamısı gələcək, narahat olma. İnuş ön birinci gəlsin. Ya, o yağlı hissəsidir. Onu saxlamışam. Və mahnılar oxuyacaqsınız onunla. Ona görə hələ gözləyək. Onda dəftərini verirsin. Ay cəmaət, ayaq yalındı, ayaqqabılarını çıxardı. So, gəlsin. İloş nənə gəl. Yox. Elnuş nənə gələndə o dəftəri verəcəm sənə. Yaxşı? Danışdıq. Söhbəti bağlayaq. Bağlayıram ha söhbəti. Bağlayıram ha. Dəftərin Elnuş nənədə gələndə söhbətinə bağlayıram. Bağlayaq. O zaman düz otur. O zaman düz otur. Dəftərlərə gəlsin. Ansamblın qızları, girin içəri. Ansamblın kızları gelirler. Kızlar hele geldi. Ha şimdi bilirim sen gergin olan. Ben niye? Tez ol kesiyorum. Ansamblın qızları. Belə lay 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 lay. Səhaya dönsə, keçən ansamblın qızı oldu. Necəsən? Yaxşı. Nənə, mən yatmalıyam sonra. Baş üstə. Sən yatma. Bir də həkimi görüb o dəqiqə deyirsən ki, mən yatmaq istəmirəm. Narahat olma, qaydalar pozarıq. Niyə? Danışıyorum. Yaxşı nənə, bu tip bacısıdır. Bilirsiniz niyə? Ağlımda gelib deyirəm ağlayır. İndi mən başlayıram suallarıma. Loşna bütün növbədən sənsən. Bəli, mənəm Ömüş. Siz məndə kimdir? Mən. Axı Loşna nədir? Loşna bütün növbədən neyniyəsən? Ömüş, bu gün növbəmizdə təmizlik işi görəcəyik, uşaqların dırnaqlarını tutacağıq, saçlarını baxacağıq, hörəcəyik. Amma mən gedəcəm. Mən tək qalım. Sən gəlmək istəyirsən. Mən də istəyirəm gəlmək səninlə. Amma kim qalacaq burada? Eybi yox, bu dəfə sən get, mən qalım. Gələn dəfə də məni apararsan özündən, olar? 3 dənə qızın dişi ağrıyır. Diş ağrıyıb, dərman vurarıq. Bilsən niyə dişi ağrıyır? Niyə? Mənim şokoladlarımı yeyiblər. Niyə vermirsən bəs? Dişlər Mən ağrıyır. verməmişəm, cilvə şkafına eşiblər, yeyiblər hamısını. Ayıb olsun. Gedərik nənə ilə, dərmanlarını verərik. Kimlə? Sənlə. Analar niyə verərlər ki, uşaqlar xəstələnməsin? Analar uşaqların qayğısına qalmalıdır, təmizliyinə nəzarət eləməlidir, vaxtı-vaxtında qidalanmalarına, vitaminlərinə önəm verməlidir, yuyulmamış meyvə yeməməlidir, çoxlu şirniyyat yeməyi olmaz, əllər təmiz olmalıdır, yuyulmalıdır. Sən tibb bacısısan? Bəli. Doktor deyirsən? Xeyr. Həkim? Yox, tibb bacısı. Həkimin köməkçisi. Hansı həkimi? Hardasa xəstəxanada köməkçi ola bilərəm həkimin. Burada sizin yanınızda sizin tibb bacınıza, xəstələnəndə sizə dərman verirəm, iynənizi vururam, sağlamlığınıza baxıram. Kəpənək vurursan. Bəli. Sistem xəstələnəndə bəli. Sistemlə, kəpənəklə sistem vururuq sənə. Onda mən sənin köməkçin olum. Gələn dəfədən sən mənim köməkçim olarsan, bir yerdə sistem vurarıq uşaqlara. Mən pambıqlı zadalam sənə. Yaxşı. Sən özün də uşağı olanda iynədən Çox qorxmuşam iynədən. Sən bizdən gizləndə şokolad yeyirsən. Gizlin şokolad yemək olmaz.
Düzdür, nə yeyirsən? Yemək qalıb, daş dəminin ağını dağıdıblar. Yoxdur yemək zat. Sən qalan pendirdir, sən pendiri xoşlayırsan. Yemiş, mən heç vaxt pendir yeməmişəm. Mən yemişəm. Sən balaca qalmışsan. Pendir yemədiyimə görə hə. Get nənəm istəyimə hazırla. Baş üstə. Nənələri var. O nə suallar vermişdin mənə, Ömüş? Sən bilmirsən mən pendir yeyə bilmirəm? Nə pendir yeyə bilmirsən? Heç bir pendir yeyə bilmirəm. Onda mən sənə həkim pendir alaram. Yaxşı. Dadlı pendir. şirin Dadıdır. Sən yeyərsən onda. pendir. Sən yersən. Mən yeyə bilmirəm. Mən pendir yeyə bilmirəm. İnşallah sağlığınıza fikir verin. Pendir yiyin, bütün yeməklərdən yiyin. İlahə nənə gözəl bir tip bacısıdır. Öpürəm səni. Yaxşı da dur. Yaxşı gedək. Məndə salam. Salam Elnurə bəy gəlib. Emre bəy gəldi. Nənə bir işığı zadı yandırsın. Bir burada bir dəyişiklik eləyək bala. Tut tut ya ora bax, şəkil çəkir. Ora bax. Mənə bax. Hemşire. Yok. Nənənin quzu kessin. Demədimmi Elnur darıxar. Salam əleykum. Əleyk salam. Necəsən? Çox sağ ol. Sən necəsən? Sən də ev hazırlamışam. Çox sağ ol həyatım. Bunu sən Baxın, düzəltmisən. onu bir yerdə düzəltmişik. Yadıma gəlir. Harda? Əmək otağında. Bura qoymuşuq. Hə, qoymuşam bura. Nənə, bunlar nədir? Bunlar sənin o qələmlə yazdığın ruçkalardır. Nənə ikinci həyat verib bunlara. Ha, tərpət. Gəl oynayaq. Eymiş. Eymiş. Salam, ne deyirsən? Ey, mən səndən küsmüşüm. Niyə? Gəl onda barışaq. Xeyr, mənim dostum var. Mən onunla barışıyorum. Sən heykəlin bax, onun axını necə olub da? Deyim də, kimsə girib mənim otağıma, heykəlin üstünə götürüb, kley töküb, sonra yavaşca çıxıb qapını örtüb, bağlayıb çıxıb gedib. Şimdi Bilmirəm, mən də onu axtarıram. mənəm. Sənsə, sən eləmişdin. Yaxşı eləmişsən. Çox sağ ol ömür. Endişlərini sən bitirsən. Canlanı sən necə çağırır? Bizi çağır, nənə qurban. Nurə. Hə. Deməsə, ciyən yanmasın. Elə deyil. Hər gün nənə belə deyir. Sən özün eşitdin nənə elə deyəndə. Hər qəşəngdir. Heykəl doğrudan da qəşəng idi, amma heykəli kimsə gətirdi, düz başından aşağıya qədər kley tökdü. Həmin. Deyə otağımda qalıb. Endişlə bizdə eyni partam var deyə. Onu saxlamısan. Hə, yadındadır. Səndən şəkildə çəkdirmişdim. Paltarı saxlamışam. İkimizinki də özümüzdədir. İndi Nabrana gedəndə geyinərik. Endişlə sən incidiblər. Olur da imiş. Hamını incidirlər. Yaxşı olar ki, heç kəsi incitməsinlər. Endişlə mən qoymaram səni heç kim incitsin. Sən onu qıcaqla. Ay, ay. Çox sağ ol, çox sağ ol. Küləklər mənə deyil. Bəli. Sən mənim gözümdə ən gözəl oğlan, ən gözəl enli kürək, yaraşıqlım, gözəlim, qəşəngim görməmişəm. Mən heç yerdə sən kimisini görməmişəm. Get hazırlaş, gedirik Onda armağan. çakvır gedək. Sabah biz yoldayıq. Düzdür? Düz otur, belli düz otur. Tanışalım. Baxsın. Cümlələ mənimlə. Bizim mavbeşimizdir. Mavişimiz. Bilirsiniz mavbeşin nə deməkdir? Yəni sədri mavini işə gətirir. İşdən çıxarır. Hə. Dostlar, mənim dilimdən Cünür müəllimə. Səid öydəylə Fikrət baba böyüdür. Bəli, Fikret baba böyüdü. Və Kəmalə nənəni. Gülmüş nənəni də, məni də anamız, atamız böyüdü. Nənəmiz, babamız böyüdü. Səni kim böyüdüb Ömür? Səni kim böyüdüb? Məni 4 ayından kim böyüdüb səni? Kəmalə nənə. Sonra axı deyirdin yenə nənələr kömək edib mənə böyüməyimdə. Bir say görüm kimlərdir? Elnuş nənə, Kəmalə nənə, Cünüş nənə. Və baban da var idi. O böyütməyib məni. Əsas səni neyinib dünən deyirdin satacağam ona? Sakız verib.
Onda yəndə Gülmüş müəllim olacam. Məsələn, necə olacaqsan Gülmüş müəllim? Nə edəcəksən? Sənin kimi əminlər yazacam. Aferin, aha. Uşaqlar tərbiyəsində məşğul olacam. Məktəblərinə gedib danışacam. Bizdə nə qədər uşaq gedir məktəbə? Bizdən uşaqlar çox gedir məktəbə. Bizdə ali təhsil ocaqlarına, orta məktəbə, hətta bağçalara gedən uşaqlarımız var. Mələk, Günel, Sadiq. Sonra ki, Mən məktəbə. sən hələ gedəcəksən də inşallah məktəbə sentyabr. Mən bir etap eləmək istəyirəm. Ha, buyur. Mən arada şkafdan şokolad gedirəm. Mən də hər dəfə açıram çəkməcəni, görürəm ki, orada çoxlu konfet kağızları var. Sən qoyursan? Uşaqlı icazəni heç də götürmək olmaz. Aferin. Mən də eləməyəcəm daha. İnanam. Gözüm çıxan. Hə. İnanam. Dostlar, Gülmüş müəllimənin iti də var, kopuşu var, Alifa da var, kopuş da var. Kopuş özü sapalı. Hə, hərdən sözə qulaq asmır. Bilir. Hürür, insanlar narahat edir. Kopuşların sözünə baxır. Əlbəttə baxır. Ağıllıdır Ömür. Sadəcə dili yoxdur, danışa bilmir. Dostlar, heyvanların gitmək olmaz. Bəli, qətiyyən olmaz. Sən uşaqları hala aparmağı xoşlayırsan. İndi yay mövsümüdür, uşaqlar hazırlaşırlar mapana getməyə. Biz daha çox xoşlayırıq uşaqlar dənizdə, dəniz kənarında, günəş şüaları altında qalsınlar ki, qışda xəstələnməsinlər. Xəstələnməsinlər ki, İlahi nənə də onlara iynə vurmasın. Sən mənə de gəlmə, mən səni necə çağırıram? Bax, işə gəldiyim, qapıdan gələn necə deyirəm? Həmiş gəl bura. Yox, necə? Fikrət təmi gəlib. Aparıram, ağlayır tez-tez. Yox, atam mənə bax, necə deyirəm, həyatım, ömrüm, canım, necə deyirəm? Həyatım, ömrüm, canım. Sən niyə bu qədər çox sevirsən ömür? Çünki mən şirin oğlanam. Aferin sənə. Sən ümumiyyətcə kimin oğlusan? Mənə de görün. Kəmalə nənənin, Elnuş nənənin nəvəsi, Gülmüş müəllimənin də oğlu, Fikrət həm də mənim atam. Qaynar xəttə səndən yana bilirsən nə qədər zənglər gəlir. Sən indi hamıya buradan sağ ol denən, çox sağ ol denən, onlara təşəkkür elə, sənin üçün səninlə maraqlandıqlarına görə. Ay, sağ ol. Nə deyirsən, denən, mən də sizi çox sevirəm, əziz əməkdaşlar. Sağ olun. Sağ olun. Tanış olun, əziz əməkdaşlar, əziz dostlar. Bizim Zəhra müəllimə. Bu qısa Zəhruş müəllimə. Salam. Necəsən? Yaxşı. Artıq apacılıq mənəm. Həmişə sən apacı idin, indi mən apacıyam. Mən çox razıyam. Amma indi deyəsən sənin sualların var mənə. Var. Nə suallardır? Mənim heç xəbərim yoxdur o suallardan. Sən qırmızı pencək, onu ver mən giyinim. Sən harda görmüsən o pencəyi? Çəkilişdə görmüşəm. O qırmızı pencəyi geyinib nə olacaqsan? Aparıcı. Sən onsuz da aparıcısan da. Amma aparıcı orada adam pencək giyinir. Hə, pencək geyinir. Mən verərəm sənə, geyinərsən o pencəyi. Dostlar, Zəhra müəllimə ingiliscə danışır. Sən bunu necə eləyirsən? Sən də məktəbə gedəcəksən, ingilis dilini öyrənəcəksən. Mən də məktəbə gedəndə, universitetə gedəndə çoxlu oxumuşam, öyrənmişəm. Sən ingiliscə məncə danışa bilirsən. Hansı sözləri bilirsən ingiliscə? Hello, one day. One day. Hello, my sister. Hello. Başqa? 8 anla. Çox gözəl. İngiliscə yeni sözlər əlavə. Mən ingiliscə mahnı da bilirəm. Va 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 va. Va 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 va. Müəllim nə iş görməlidir? Müəllim çalışmalıdır ki, uşaqlar dərslərini yaxşı oxusunlar. Məktəbə getməyən uşaqlar məktəbə getsinlər. Onlar böyüyəndə hansı peşənin sahibi olmaq istəyirlərsə, ona gedən yolda müəllim onlara kömək eləməlidir, dəstək göstərməlidir. Məsələn, sən böyüyəndə nə olmaq istəyirsən? Müəllimə. Müəllim yoxsa müəllimə? Müəllim. Ömür, indi sən müəllim olsan, uşaqlar dərsdə səs salsa, nə edərsən? Çırpışdıraram. Ona görə də sən müəllim olma. Məni kim seçir? Mənim köşəm patrel eləyir. Aha, eləyirəm. Sən patrelin çox maraqlıdır, chips verirsən. Çox sağ ol. Kinder verirsən, banyo verirsən, gözün eləyirsən. Aha. Bəli, nə verirəm axırıncı nə dedin? Sonra çupacız. Bəli, çupa-çups verirəm. Şokolad da verirsiniz. Verirəm, bəli. Hamısını birdən amma yemək olmaz da. Mən hamısını birdən vermirəm axı. Niyə? Çünki hamısını birdən yesə, sonra gəlir İlahi nənə sizə iynə vursun. Niyə?
Çünki xəstələnərsiniz də çox şokolad yemək olmaz. Görürsən, böyüklər də çox şokolad yemir. Bəs siz nə yemisiniz? Yemirəm ki, xəstələnməyim. Bax, üzünüz niyə səpir? Çox yemişəm, ona görə səpib. İnşallah sizə evdə pijama partisi eləyirlər. Zəhra müəllimə eləyir. Eləyirəm. Çünki siz əylənəndə mən çox xoşbəxt oluram. Əylənirsiniz siz partidə. Başqa nə partilər olsun istəyirsən? Əgər kim hoqqa verirsə, siz onu yerinizdə yatışdırırsınız. Neynirəm onu? Onu yerinə salırsınız. Onda yatır. O partidə iştirak şansını itirir. Sən itirmisən heç? Haçan olub o? Demək olar ki, sən bütün partilərdə iştirak eləmirsən də, belə çıxır ki. Mən qızlar doymuşum, sizdə Çamar nədə sizləri mənə partiyə qoymayın. Ömür, xoşun gəldi bugünkü verilişdən. Başqa kimlər olsun istəyirsən verilişində? Sevdiyim müğənnilər. Ən sevdiyim müğənnilər kimdir? Bax, kimi çağıraq bura? Kimdən danışmaq istəyirsən? Ailəm Kasıyova. Ravanda partilər eləyəcəyik. Olmadı ki, əlbəttə eləyəcəyik. Eləyək. Burdan gəl analara, atalara da deyək ki, onlar da öz uşaqları ilə partilər eləsinlər, onlarla əylənsinlər, onlarla vaxt keçirsinlər, onlara diqqət ayırsınlar. Eləsinlər? Razı? Sağ ol, görüşərik. Partiləri unutmayın. Uşaqlar partiləri gözləyir. Gözləyir. Çox sağ ol. Xeyli razı. Çox sağ olun. Çox da razıyıq. Əziyyət çəkib iştiz etdiniz. Əzasın əmi çox sağ ol. Sağ ol. Müdirabara təşəkkürlər. Ayaqları. Ay, evini götür. Ayaqqabılarını da götür. Ayaqqabı var? Var. Ayaqqabılar Götür ayaqqabılarını. Ömür verilişinə çox xoş gəlmisiniz. Verilişimin adı Danışır Ömür.